Son vaxtlar ən xırda ağrıda belə dərmana əl atanların sayı artır. Baş ağrısı, diş ağrısı, hətta yüngül yorğunluq da bir çoxları üçün artıq ağrı kəsici qəbul etməyə səbəb olur. Apteklərdə bu dərmanların həkim resepti olmadan verilməsi isə onlara əl çatanlığı artırır. Mütəxəssislər isə xəbərdarlıq edir. Bu vərdiş düşündüyümüzdən daha təhlükəlidir. Başım ağrında istifadə edirəm. Tez-tezmi? İşimlə bağlı bəzən yoruluram. Bəzi stressdən ola bilir, istifadə edirəm bəli. Psixoloji asıldır əslə qalanda. O başın ağrında həmin dəqiqə həmin dərmanı qəbul edib tez bir zamanda o ağrıdan qurtulmaq istəyirsən. Çox böyük maddi ziyanı var bəli. Dözümlü olmalıdırlar. O dərmanları baş qoşmaq olmaz. Onların çox böyük zərəri var. Böyrəklərə çox böyük təsiri var. Mən elə hesab edirəm ki, əsas elə otlarla müalicə olunmaq daha yaxşıdır. Özü sakitləşdiricilərə çox baş qoşmaq lazımdır. Biri var ki, yuxusuzam, yuxu dərmanları içir. Biri ki, ağrıyıram, ağrıcı dərmanları. Mən məsləhət görmürəm. Daxili xəstəliklər uzmanı İlkanə Kələntərova bildirir ki, ağrı kəsicilərin tez-tez və nəzarətsiz istifadəsi orqanizmdə ciddi fəsadlara yol aça bilər. Xüsusilə mədə-bağırsaq sistemi, qaraciyər və böyrəklər bu dərmanların təsirinə daha həssasdır. Uzun müddətli qəbul isə xroniki problemlərin yaranma riskini artırır. Bu qrup dərmanlar yan etki olaraqdan, yan təsir olaraqdan nələr edə bilər? Bir çox şey. Bu birincisi bizim mədəmizdən təsir edir, silikli qişasına. Ona görə də mədə xorası əmələ gəlməsi, qastrit əmələ gəlməsinə gətirib çıxır. Mədə qanaması ilə gələn çox xəstə var ağrı kəsici istifadəsi sonrasında. Ondan başqa böyrək yetməzliyinə girən insanlar var. Non-steroid dediyimiz ağrı kəsici maddə kullanıb sonrasında böyrək çatışmazlığına girirlər. Ən çox qorxduğumuz bu ikisidir. Təbii ki, allergik reaksiyalar çox gəlir. Allergik reaksiyada ürtikərlər, Stevens-Johnson sindromu kimi xəstəliklərə qədər apara bilir. Həkimin sözlərinə görə problem təkcə fiziki deyil, psixoloji tərəfi də var. Belə ki, bəzi insanlar ağrını hiss edən kimi dərman qəbul etməyə alışır və zamanla bu vərdişə çevrilir. Nəticədə isə orqanizm dərmansız ağrı ilə mübarizə aparmaq qabiliyyətini qismən itirir. Digər təhlükəli məqam isə ağrı kəsicilərin ağrının əsas səbəbini gizlətməsidir. Bu isə xəstəliklərin gec aşkar olunmasına və müalicənin ləngiməsinə səbəb ola bilər. Mütəxəssis vurğulayır ki, davamlı və təkrarlanan ağrılar mütləq araşdırılmalıdır. Ağrı kəsici təbii ki, simptomu kəsdiyi üçün rahatladır xəstəni və bu da onun şikayətin keçməsinə səbəb olur müvəqqəti olaraqdan. Ona görə də daha asan yoldan həll yol axtarır xəstələr bəzən, amma bu simptomatik bir müalicədir. Müvəqqəti immun vəziyyətini yaxşılaşdırmaq üçün olan bir şeydir. Əsas xəstəlik nədirsə onu tapıb ona görə. Məsələn, qarın ağrısının başqa səbəbləri ola bilər ki, ağrı kəsiciyə ehtiyac olmaya bilər. Baş ağrısında da eyni ilə. Yəni səbəb o səbəbə görə gerçək xəstəliyin dərmanını vermək lazımdır. Ağrı kəsici ilə vaxt itirmək, maskalamaq və üzərinə də yan təsirlərini düşündüyümüzdə gərəkli bir şey deyil. Hər ağrıda dərmana müraciət etmək düzgün hesab edilmir. Bəzi hallarda istirahət, düzgün qidalanma və həyat tərzində dəyişikliklər də ağrını azaltmağa kömək edə bilər. Ağrı kəsicilərin yalnız zəruri hallarda və tövsiyə olunan dozada qəbul edilməsi, tez-tez təkrarlanan ağrılar zamanı isə mütləq həkimə müraciət olunması tövsiyə olunur. Ayşən Sərdar qızı, Vüsal Cəfərov, Xəbər Ertəsi.